Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 8-ci ayə. Bismillahirrahmanirrahim. Və bağlayıcı min dandan şəkilçisi ən-nəs insanlar və minən-nəsi yəni insanlardan və insanlardan mən kim ki yəqulu deyir əmənnə iman gətirdik yaxud inandıq. Burada nə bizi bildirir, sonluqda nə olan. Biri əməndi sözüdür, biri də nə təşdidli formasında. Ona görə ikisi bir yerdə birləşib. İnandıq, iman gətirdik. Billahi, burada bi hal-hazırda aə şəkilçisidir. Billahi yəni Allaha və bil yevmil axiri yəni axirət gününə. Burada yenə bil yevmi sözü bir yenə aə kimi gedir. Yəni Allaha və axirət gününə inandıq. Və mə burada inkardır. Hum yəni ki onlar bir müminin yəni mə olduğuna görə, inkar olduğuna görə yəni inanmırlar. Yaxud da iman gətirmirlər. Yəni iman gətirmədiyi halda kimi olur, inanmadığı halda. Yəni əsl inanmırlar, belə də gedir, amma məna olaraq və məhum bi müminin yəni inanmadığı halda, iman gətirmədiyi halda Allaha və axirət gününə inandıq deyir insanlardan kimisə. Yəni insanlardan və insanlardan yəni kim, yəni elə insan var ki, belə formada gedir indi Azərbaycan dilində, amma burada mən sözü kim ki, o kəs ki, o kəslərdən ki, ona görə belə formada tərcümə olunub. Yəni insanlardan kim ki, elə yəni kim ki, o kəs ki, o kəslərdən ki, o kəs ki deyir inanmadığı halda Allaha və axirət gününə inandıq, iman gətirdik. Biraz təfsirə də toxunaq. Şəkil formasında qeyd eləmişik ki, kimsə istəsə dəftərdə özü qeyd edə bilər. Ümumiyyətlə 8-ci ayədə bu surənin əvvəlində möminlər 4, kafirlər isə 2 ayə ilə tanıtdırılıb. Yəni əvvəlindən, yəni 2-ci ayədən 5-ci ayəyə qədər möminlər haqqındadır. 6 və 7-ci ayələr kafirlər haqqındadır və indi hal-hazırda keçdiyimiz 8-ci ayədən 20-ci ayəyə qədər isə 3-cü dəstə, yəni münafiqlər tanıtdırılıb. Onlarda nə 1-ci dəstənin imanı var, nə də 2-ci dəstənin kafir olduqlarını izhar etmək cəsarəti. Münafiq səhra siçanı kimidir. Səhra siçanı yuvasına 2 yol düzəldərək onlardan birini açıq saxlayır və get-gəlini oradan edir. O birini isə bağlı saxlayır. Təhlükə hiss edəndə həmin bağlı qapını açaraq qaçır. Ərəblər siçanın yuvasının həmin gizli yoluna nəfiqa deyirlər. Münafiq sözü də həmin sözdən götürülüb. Bu ayələrdə işarə edilən münafiqlik qəlblə küfr kimi nəzərdə tutulmasına baxmayaraq dildə imanın izhar edilməsinə aiddir. Ancaq hədislərə əsasən münafiqliyin mənası genişdir və dili ilə əməli üst-üstə düşməyən hər bir kəsin münafiqlikdə payı var. Hədislərdə deyilir ki, namaz qılıb, oruç tutmağımıza baxmayaraq, əgər əmanətə xəyanət ediriksə, yalan danışırıqsa, verdiyimiz vədə əməl etmiriksə, deməli münafiqik. İman dilə deyil, qəlbə aid məsələdir. Buna görə də imanın izhar edilməsi yetərli deyil. Yaradana imanla yanaşı, məada da iman olmalıdır. Biz Allaha və qiyamət gününə iman gətirmişik. Digər təfsir kitabına nəzər salsaq, burada isə qeyd olunub ki, uca Allah özlərini üzdə müsəlman kimi aparan, qəlbən isə kafir olan 200'lü münafiqlər haqqında xəbər verir. Bilmək lazımdır ki, burada 200'lü adı altında nümayişkarə dindarlıq nəzərdə tutulur ki, onun arxasında gizlənən şər və şərəfsizlikdir. Bu tərif təkcə etiqadında münafiqlik olana deyil, davranışında münafiqlik olana da aiddir. Allahın elçisi ona Allahın salavatı və salamı olsun bu barədə demişdir. Münafiqi onun 3 keyfiyyəti biruzə verir. O bir şey haqqında danışanda yalan deyir, söz verəndə yerinə yetirmir,
ona etibar edildikdə etibarı doğrultmur. Hədisin başqa bir variantında deyilir: Əsl münafiq aşağıdakı 4 xüsusiyyəti özündə cəmləşdirən kəsdir. Ona etibar edildikdə etibarı doğrultmur, bir şey danışdıqda yalan söyləyir, kimlə müqavilə bağlayırsa onu pozur, biri ilə mübahisə etdikdə özünü ləyaqətsiz aparır. Etiqadda münafiqliyə gəldikdə isə o insanı İslamdan çıxarır. Quranın bu və digər surələrində Uca Allah münafiqləri təsvir edərkən məhz münafiqliyin bu sonuncu formasından bəhs edir. Uca Allah buyurur: Münafiqlər özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. Allah belə bir surəni nazil etdi və onda həmin mürtədlərin əsas xüsusiyyətlərini təsvir etdi. Onlar bəyan edirlər ki, Allaha və qiyamət gününə iman gətiriblər. Amma əsl həqiqətdə onlar qəlblərində olmayanları deyirlər. Onlar yalançıdırlar, çünki haqq dinə ibadət edənlərin sözləri, baxışları ilə ziddiyyət təşkil etmir. İkiyüzlü münafiqlərə gəldikdə isə onlar öz sözləri ilə Allahı və onun iman gətirmiş qullarını aldatmaq istəyirlər. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.